Niyə dəmir zirehivi çəkib orta əsrlərdə fars sözlərinin, ərəb sözlərinin dilimizə daxil olmasını müdafiə eləmirdin? O vaxtlar da daxil ol, açıq qapıdır dil. Mən məsəl üçün rus dilini çox yaxşı bilirəm. Bilirəm ki, rus dilinin təməl kök sözlərinin hardasa yalan olmasının 60%-i türk sözləridir. Bəli, olub belə söhbətimiz burada. Hə, yəni onlar bundan imtina eləməli idilər. Özü dil tarixi çox gözəl yaşadır. İndi biz tarix yaşamırıq. İndi Hüseyn Cavidin əsərlərində biz nə qədər rast gəlirik? Belə Mikail Müşfiqin adını anam ona görə mənə qoydu. Əsərlərini tamam Osmanlı türkçəsində danışır. Çünki oxuduqları nə idi? Türkiyədən, İstanbuldan gələn qəzetlər idi. Çoxsu savadını da oradan alırdı. Müəllimlərimiz bizim oradan gəlirdi türk-tatar məktəblərinə. Hüseyn Cavid də Türkiyədə təhsil edir. Yəni bunlar da təbii şəkildə bu dili dəyişdirirdilər. Sonra rus gəldi, öz şeylərini qoydu, meyarlarını qoydu ki, mümkün olduğu qədər mən səni Türkiyə türkçəsindən uzaqlaşdıracağam ki, heç anlamayın bir-birinizi.